Deyirəm ki, çox qəribə bir zəmanəyə gəlib çıxmışıq və qulaq hər gün bir söz eşitməsə kar olarmış. Çox qəribədir ki, mənə qızım, bacım, dostum, ürəyim deyən insanlar, üzümə gülüb sən çox yaxşı qızsan deyən insanlar dalımca nələr danışırlarmış. Xüsusilə buradan sənə deyirəm, özünü yaxşı bilirsən. Yerin də qulağı var, söhbəti var ha. Bax, bu o məsələdir. Sən mənim ən yaxınıma oturub məni pisləyirsən. Mən hər gün vaxt keçirdiyim insana məndən danışırsan ki, paxıldı, qısqancdır. Utanmırsan. Mənim dalımca danışırsan ona buna. Bir dənə onu bilin ki, hər birinizin haqqında hər şeyi bilirəm. Tək fərqimiz odur ki, mən doğrudan hər şeyi ehtiyat edərək yaşayıram. Mən Allahdan qorxaraq yaşayıram. Mən karmadan qorxaraq yaşayıram. Amma siz heç biriniz heç nədən qorxmursunuz. Çünki qorxsaz yediyiniz çörəyə tüpürmərsiniz.